Danışıq üçün lazım olan qrammatika dərslərinə davam edək. Tövsiyə edirəm ki, bundan öncəki dərsi dinləyib sonra bu dərsə keçəsiniz. Birinci dərsdə biz ümumi hərəkətlərimizi, hər gün etdiyimiz hərəkətləri bildirmək üçün indiki sadə zamandan istifadə edib danışmağı öyrəndik. Bugünkü dərsdə isə öyrənəcəyik ki, keçmişdə nə etdiyimizi hansı formada deyək, cümlənin quruluşu necə olmalıdır. Biz dünən, keçən il, 2 saat bundan əvvəl nə etmişik? Bunu necə deyəcəyik? Bunun üçün bizim köməyimizə past simple, yəni keçmiş sadə zaman gəlməlidir. Quruluşu belədir. I, he, she, it, we, you və ya they, daha sonra keçmiş zamanda olan feil. Daha sonra tamamlıq varsa tamamlıq, zərflik varsa bu sırayla gedəcək, zərflik gələcək. Məsələn, özümüzə belə bir sual verək. Dünən mən nə etdim? Məsələn, mən dünən ingilis dilini oxudum, öyrəndim. Necə deyərik? I studied English yesterday. Bəs gələcək zamana aid planlarımızı, niyyətlərimizi necə deməyə öyrənəcəyik? Təbii ki, ilk növbədə will köməkçi feili vasitəsilə. Azərbaycan dilində desək, acaq, əcək. Gələcəm, gedəcəm, yazacam və ya yazacaq, oturacaq, oynayacaqlar və s. Məsələn, I will call you later. Yəni, mən sənə daha sonra zəng edəcəyəm. Və ya we will meet tomorrow. Biz sabah görüşəcəyik. Quruluş necə oldu? Birinci, mübtəda, daha sonra gələcək zamanı bildirən köməkçi feil will, daha sonra əsas feil və söz sırası adi cümlədə olduğu kimi mübtəda, xəbər, tamamlıq və zərflik sırası ilə gedəcək. Artıq sən bir danışıq dilini öyrənən bir şəxs kimi qaydaları bilmiş olursan. 3 əsas qaydanı. Bu 3 əsas qayda sənin danışığını əmələ gətirir. Öyrəndik sən nə edirsən, dünən nə etdin və sabah nə edəcəksən. Sadəcə əzbər şəklində yox, həm də qaydası ilə bərabər. Bu daha asandır. İngilis dilinə təzə başlayanda hər gün bu 3 sualı özünə ver, cavabla. Mən hər gün nə edirəm? Mən dünən nə etdim və mən sabah nə edəcəyəm? Onda keçdiyimiz bu 3 qaydanı hər gün təkrarlamış olacaqsın. Və beləliklə bu 3 sadə sualla öz həyatından danışmağa başlayacaqsın.